Əlavə təhsil əvvəlcədən hər hansı ixtisas üzrə təhsil almış şəxslərin başqa bir sahədə yenidən təhsil almasına şərait yaradan mexanizmdir. Bu imkan həm ali təhsil, həm də orta ixtisas təhsili müəssisələrinin məzunlarına şamil olunur. Mütəxəssislərin sözlərinə görə əlavə təhsil daha çox əmək bazarında öz ixtisası üzrə fəaliyyət göstərə bilməyən və ya yeni sahədə karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Məsələn, mühəndislik və ya aqronomluq təhsili alan şəxs sonradan jurnalistika, iqtisadiyyat və ya hüquq və sair sahədə də əlavə təhsil ala bilər. Əlavə təhsil odur ki, əgər şəxs əvvəl təhsil alıbsa, burada il fərqi yoxdur. Əsas odur ki, onun təhsili varsa, digər təhsildən yararlana bilər. Bu necə izah eləmək olar? Misal üçün, siz qurtarmısınız aqronomluğu, hüquq, mühəndislik, iqtisadiyyat, jurnalistika, bu kimi ixtisaslarda əlavə təhsil almaq imkanınız var. Həmçinin kolleclərin müəyyən ixtisaslarına da əlavə təhsil kimi qeyddən keçə bilərsiniz. Eyni qayda kollec məzunlarına da aiddir. Orta ixtisas təhsili almış şəxslər də müəyyən ixtisaslar üzrə əlavə təhsil almaq hüququna malikdirlər. Lakin bütün istiqamətlər əlavə təhsil proqramlarına daxil edilmir. Xüsusilə pedaqoji ixtisaslar bu siyahıda yer almır. Həmçinin bəzi təhsil müəssisələri var ki, əlavə təhsildə daxili imtahan götürür. Məsələn, Bakı Dövlət Universiteti əlavə təhsildə hansı ixtisasları çıxarırsa, təbii ki, burada imtahan modeli ilə, daxili imtahan modeli ilə, bu heç də Dövlət İmtahan Mərkəzinin imtahanı deyil, özü öz modeli ilə imtahan təşkil edir. Əlavə təhsildə əsas funksiyalar təhsil müəssisəsinin özünə verilib. Yəni təhsil müəssisəsi tutalım 20 plan yeri var və ora 200 nəfər müraciət edibsə, seçimi bir növ demək olar ki, müəyyən təlimatlar nəzərə almaqla sərbəst aparılır. Əlavə təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. Burada hər hansısa imtiyaz yoxdur. Təhsil haqqları isə ixtisasdan və təhsil müəssisəsindən asılı olaraq dəyişir. Mütəxəssislər bildirirlər ki, xüsusilə tibb və digər populyar istiqamətlər üzrə yerlər qısa müddətdə dolduğu üçün müraciətlərin vaxtında edilməsi vacibdir. Əlavə təhsilin məğzu odur ki, şəxs ola bilsin ki, subbakalavrdır, ali təhsil müəssisəsinə qəbul ola bilmir, ixtisas uyğun ixtisas deyil. Məsələn, məktəbə qədəri qurtarıb, sosial işi qurtarıb. Bu halda o maliyyə üzrə deməli qeyddən keçib əlavə təhsildə o ixtisası bitirib oradan subbakalavr kimi verə bilər. Və yaxud da ali təhsilli şəxsdir, həmin ixtisas üzrə əmək bazarında özünə yer tapa bilmir və yaxud da o sahəyə marağı yoxdur, başqa istiqamətdə, inşaat istiqamətində özünü formalaşdırıb və inşaatda işləyir, inşaat mühəndisi kimi çalışır, amma onun təhsili yoxdur. Və bu zaman bu müvafiq universitetlərdə inşaat mühəndisi ixtisasını alıb əlavə təhsil kimi həmin diploma sahib ola bilər. Qeyd edək ki, əlavə təhsil yalnız bakalavr və subbakalavr səviyyələrində mövcuddur. Magistratura və doktorantura pillələrində isə belə bir imkan nəzərdə tutulmur. Beləliklə, əlavə təhsil sistemi vətəndaşlara ikinci ixtisas əldə etmək, peşəsini dəyişmək və əmək bazarında daha rəqabət qabiliyyətli olmaq üçün əlavə imkanlar yaradır. Qeydiyyat iyunun 4-dən başlayıb və avqustun 31-nədək davam edəcək. Rahim Əkrəmoğlu xanım, Rüstəmzadə, Zaur Həsənov, NTV Xəbər.